Hı. Dövrü algoritmləri keçəcək. Bununla da dərs, yəni alqoritm dərsi bitir, başlayacaq testlərlə. Hı hı. Bunun üç növü var, uşaqlar. Ön şərtli, son şərtli və modifikasiyalar. Aha. Ümumiyyətlə, alqoritmin özünü gəlin birincidən xəttidən danışaq, budaqlarından danışaq, sonra bu yuxarıdakılara keçəcək. Yəni, xəttini bildikdə, yəni, başlanğıcı verirəm. Məsələn, A-ya, B-yə mən qiymət verirəm. Tutalım, A bərabərdir 5, B bərabərdir 2. Gəlirəm aşağıda da bir dənə hesablama çəkirəm. Məsələn, deyirəm ki, S bərabərdir A vurulsun B. Bu zamanda gəlib sonra S-i çapa verirəm. Tutalım ki. Nə olacaq? Yerinə qoyuram. 5-i vururam 2-yə, S də bərabər olur 10-a. Düzdürmü? Bu oldu xətti. Bəs budaqlananda nə olurdu? Budaqlananda şərt olurdu. Başlanğıcını çəkirəm. Məsələn, adi bir x ədədi daxil edirəm. X ədədi. Məsələn, yuxarıda yazıram ki, x bərabərdir 5. Gəlirəm, burada şərt verirəm. Şərti məsələn nə götürək? X bərabərdirsə 5-ə və yaxud da ki, şərti biraz başqa formada qoyaq. Bərabərdir getməsin. Məsələn, x böyük bərabərdirsə 5-də, hə desəm, hə desəm. Bu budaqlananda gəl. Burada S bərabərdir x vurulsun 2 yaz. Yox, əgərlərim x 5-dən kiçikdirsə və bərabər deyilsə, onda da S bərabərdir x böl 5 yaz. Belə bir alqoritm budaqlanan və axırda da S-i çapa deyirəm. Yəni, çox sadə nüansdan gedirik hələ ki. Gəlib burada x-in yerinə 5-i qoyuram. Deyirəm ki, hə, əgərlərim x böyük bərabərdirmi 5-dən? Yəni 5 5-dən böyük deyil, həm də bərabər. 5 5-dən böyük deyil, amma bərabərdir. Ona görə hə dediyimə görə bu yox qoluna getmirəm. Gəlirəm hə qoluna. Burada da 5-i yenə vururam 2-yə. Alınır 10. Gəlib burada da 10-u çapa verim. Deyirəm ki, bu alqoritmin qiyməti budaqlanan. Qiyməti 10-dur. Bura kimi başa düşdünüz uşaqlar? Bəli, müəllim. Bəli, müəllim. Aha. İndi bunu keçək ön şərtli. Burada dövrə alqoritmlərdə isə şərt dövr edir. Yəni, həmin şərti mən sona çatdıran qədər o dövrün içində mən təkrar gedirəm. Bunların da növbələri var. İndi bunları açıqladıqca siz başa düşəcəksiniz. Məsəl üçün, ön şərtliyə aid bir nümunə deyim. Başlanğıc çəkirəm. Başlanğıc. Və məsələn, qiymət verək. İndi özümüzdən hər hansı bir qiymət götürək. Daxil etmə blokun içində. Deyirəm, A bərabərdir 3-ə, B bərabərdir 10-a tutalım. Gəlirəm aşağıda şərt qoyuram. A kiçikdirsə B-dən. Şərtimi qoydum. Deyirəm ki, onda A bərabərdir A plus 2-ni hesabla hə desin. Bura gəlir. Oxlar vacibdir.
Aşağı biraz geri çəkeyim. Daha sonra isə yenə də 2 dənə ox çəkirəm. Burada bir dənə şərh verirəm. Deyirəm ki, B bərabərdir B plus 1-i hesabla. Bax, bu şərtim ödənə qədər təzədən qayıdıram bax bura. Bura qayıdacam. Hə, nə qədər ki, hə deyirəm. Bax, hə qovu buradadır. Buna dedim həni, bunu həll elədim, keçib bunu həll edəcəm, sonra keçəcəm dövrə. Nə vaxt çıxıram bəs desəz burada? Yox deyəndə. Yox deyəndə mən buradan çıxacam, mənə nə verilibsə, ya çapa verəcəm, ya da hesablama verilibsə, yenidən gedib onu hesablayacam, sonra da çıxıb gedəcəm. Deyirəm ki, A plus B-ni hesabla. Bu oldu ön şərtli. Niyə görə? Zəhra. Şart blokun birinci verilmiş. Bəli, şərt blokun birinci vermişik yenə. Bu oldu ön şərtli dövlü alqoritm. İndi başlayıram həll eləməyə. Bax, 3-ün qiyməti nədir? A-nın qiyməti nədir? 3. 3 buradadır. B-nin qiyməti nədir? 10. Yəni, bu qırmızı ilə yazım. Bax, bu 3-dür, bu da 10-dur. Yerinə qoyuram. Deyirəm ki, 3 böyük, kiçik, kiçik işarəsi qoymuşam. Kiçikdir mi? 10-dan. Nə dedim? Hə. Bu cavab hə oldu. Hədə nə yazıb? A bərabərdir A plus 2. A bərabərdir. A neçədir? 3. 3-ün üstünə deyirəm 2 gəl. A neçə oldu? 5. Daha sonra gələm bu aşağıya. Bunu həll elədim. Bunu aşağı gələm. B bərabərdir. B neçədir? 10. 10 üstünə deyirəm gəl 1-i. O da elədi 11. Və təzədən bunu elədim, bunu elədim. Təzədən çıxa bilmirəm axı, bax, çıxış yolum yoxdur. Qayıdıram təzədən bu şərtə. Yenə də A-nın qiyməti bu səfər dəyişdi. Bu birinci dövrümdür, bu da ikinci dövrümdür şey. A-nın qiyməti dəyişir, nə oldu? 5. Bu səfər bura 5-i qoyuram. B-nin qiyməti nədir? 11. Deyirəm 5 kiçikdirmi 11-dən? 11. Məncə qarışdıram bu. 11. Nə dedim? Hə. Yəni də 5 kiçikdir. Hə dedim, yenidən. A bərabərdir. A-nın üstünə gəl. Sonuncu A-nımız neçə idi? 5. 5-in üstünə gəlirəm 2-ni, alıram 7-ni. B neçə idi axırıncı? 11. 11-in üstünə 1 gəlirəm, alıram 12-ni. Və yenidən bu dövrə girmiş. Yenidən gəlirəm bura. Bu səfər nəyə yoxlayıram? 7 ilə 12-ni müqayisə edirəm. Burada müqayisə edeyim. Deyirəm 7 kiçikdirmi 12-dən? Yenə hə dedim. Girirəm dövrə. A bərabərdir. 7 axırıncı qiymət budur. Plus 2 bərabərdir 9-a. B də bərabərdir axırıncı qiymət 12. Plus 1 bərabərdir 13-ə. Yenə gedirəm bildiyimiz kimi. Yenə yerini bunları müqayisə. Bu səfər də 9-la 13-ü müqayisə edirəm. Yazıram ki, 9 kiçikdirmi 13-dən? Hə deyirəm. Düşürəm aşağıya. A bərabərdir. A-nın axırıncı qiyməti nə idi? 9 plus 2 bərabərdir 11-ə. B-nin də axırıncı qiyməti 13-ün üstünə 1 gəlirəm. Alıram 14-ü. Aha. Yenə gedirəm müqayisə edirəm. Nəyi? 11 ilə 13-ü müqayisə edirəm. Axırıncı aldım. A ilə B-nin qiyməti hər dəfə dəyişir. Burada yadda yazım. 11 ilə 13-ü. Yox. 14. 14. Hə, 14 oldu. Mən yanlış elədim. 14. Bu səfər də A bərabərdir. 11-in üzərinə 2 gəlirəm. Eləyir 13. B də bərabərdir. 14-ün üzərinə 1 gəlirəm. Alıram 15. Bu səfər də yenə gedirəm. 13 ilə 15-i müqayisə edirəm. Buna da hə deyirəm. Gəlirəm burada. 13 A bərabərdir. 13 oldu A. Hə, 13. 13 olmadı. Dəqiq uşaqlar. Hə, 13 oldu. 13 üzərinə gəlirəm 2-ni. Aldım neçə? 15.
B ilə bərabərdir. 15 plus 1 bərabərdir 16-ya. Bu səfər də bunu aldım. Burada da yoxlayacağım uşaqlar. 15 kiçikdirmi 16-dan? Hə deyəcəm. Yenə düşəcəm. A yenə 15-in üzərinə 2 gələcəm. Alacam 17. B də qurtarır burada. 16-nın üzərinə 1 gələcəm. Alacam 17. 17-dir. Deyəcəm ki 17 kiçikdirmi 17-dən? Deyəcəm yox. Yox dedim mi burada? Uşaqlar. 17 kiçikdirmi 17-dən? Yox deyirəm, onda dövrdən çıxıram. Gəlirəm A, burada da bir dənə hesablamam var. A-nın axırıncı neçə aldım? 17. 17-nin üstünə 17 gələndə neçə eləyir? 34. Burada da gəlib, burada C yazmışam, burada gəlib S yazmışam. Burada da bunu çapa verəcəm üçün 34 cavabı çapa verilmiş oldu. Başa düşdünüz? Yoxsa? Düşen element. Bəli. Mhm. İndi birini də sizə verim, özünüz eləyin. Belə deyək. Bunu biraz silim götürün. Qayda kimi yazmaq istəyən varsa, buranı saxlayayım, qayda kimi yazın. Yaxşımı? Buradan yenisini mən çəkim sizə. Bu şəkildə. Aha. Ben deyirəm A bərabərdir 6 olsun. Biraz çox uzun dövr yazmayacağım uşaqlara. Balaca dövr yazacağım ki, həll edib qutara biləsiniz. Aha. Daha sonra da şərt verirəm. Deyirəm A kiçikdirsə B-dən bu şəkildə. Onda A bərabərdir. A vurulsun içini hesabla. Hə deyəndə. Daha sonra da B bərabərdir B plus 1'i hesabla. Bir dənə fərqi var sənin. Daha sonra da çıx yuxarı dövr bura gəlsin. Buradan yox ol. Bu həll oldu. Bu yox qoluyla burada da misal verirəm. Burada yaxşıdır budur ki, misal verir. Yazıram. C bərabərdir A plus B. Eynisi olsun ki, hesablayabilirsiniz. C-ni çapa verin axırda. Hesaplayan cavabı deyin. 42. Əla. Leyla diye koşuyorum. Yok da burada. Hı hı. 42 mənli. 42 aldı. Hamı, Metin sen, Ayten sen. Bəli, bəli 42. 42 alanlar düz alır. Çətinliyi olan varsa çətinliyi olan desin ki, mənim çətinliyim var, bunun izahını gedim. Aha, Axşamınız xeyir. axşamın xeyir. İndi Mən keçək. elə bir gün olmayacaq. Qrupun mesajına baxmadım heç. Yaxşı. İndi isə keçək. Ön şərtliyə. Ön şərtli. Yox, daha doğrusu ön şərtli yazdım da, mən nə danışım? Son şərtli. Bunu buradan götürün. Yapışarsın. Uşaqlar, son şərtli də belə olacaq. Şərt burada öndə verildi birinci.
Misallar sonra verilir. Yəni. Amma burada sonda veriləcək şərt. Buna görə də son şərtli dövr alqoritm deyirik buna. A bərabərdir deyirəm 4 olduqda. B də bərabər olsun 24-ə. Uzun gedəcək bu. Yazım da. Görək edə biləcəksiniz. Sonra hesablaması gəlir buna. Deyirəm ki, A bərabərdir A vurulsun 3. Daha sonra B bərabərdir B vurulsun 2. Və burada bir dənə necə deyirlər? Tərsinə əməl olur. Yəni fayda olur deyim. Sən yox deyəndə dövrə girəcəksən təzədən. Qayıdacaqsan, bu misalı bax burada həll edəcəksən. Hə deyəndə dövrdən çıxacaqsan. Hə desən, dövrdən çıxacaqsan. Bu da burada yazaq A plus B. Hı -hı. İndi birincinin həllini mən gedim. Elə bir dənə olacaq bunu. Ona görə həllini mən gedirəm. Baxın. Aparıb qiymətləri sadəcə yerinə qoyuram. 4 buradadır. Deyirəm ki, birinci dövrümüzdə A bərabərdir 4 vurulsun 3 bərabərdir 12-yə. B-yə gəlirəm. B-nin qiyməti neçədir? 24. B bərabərdir 24 vurulsun 2-yə. Vurulsun 2-yə bərabərdir 48-ə. Şərtimi gəlib yoxlayıram. 12 böyükdürmü 48-dən? Deyirəm ki, yox. Yox deyəndə burada yox aldım. Yəni 12 bu elədir, 48 böyükdür. Almadım da düzgün cavab. Qalxıram ayrıdan təzədən bunu yenə yerinə getirməyə. Bu olur ikinci dövrüm. İkinci dövrümdə A bərabərdir 12 vurulsun 3 bərabərdir 36-ya. B bərabərdir 48 vurulsun 2 bərabərdir 96-ya. 36 böyükdürmü 96-da? Yenə deyirəm yox. Onda təzədən yenə bir də dövrə gedirəm. Üçüncü dövrüm olur. A bərabərdir 36 vurulsun 3 bərabərdir 108-ə. Belə deyim. B də bərabərdir 96 vurulsun 2-yə. Bu da eləyir 192. Yenə şərtimi yoxlayıram. 108 böyükdürmü 192-dən? Yox deyirəmsə, yenidən dördüncü dövrə gedirəm. Dördüncü dövrdə də A bərabərdir 108 vurulsun 3-ə. O da eləyir 324. B də bərabərdir 192 vurulsun 2-yə. O da eləyir 384. Yenə yoxlayıram. 324 böyükdürmü 384-dən? Deyirəm yox. Yox dediyimə görə yenidən 5-ci dövrədə gedəcəm. 5-ci dövrdə olacaq. A bərabərdir 324 vurulsun 3. O da eləyir 972. B də bərabərdir. B də 384 oldu. Vuracam 2-yə. O da eləyir 768. İndi yoxlayıram. 972 böyükdürmü? 768-dən. Hə deyirəm. Hə deyəndə hara gəlirik? Burada. Bura. A-nın qiymətini nə oldu? 972 plus 768. Toplayacağım. O da eləyəcəm 1740 eləyəcək. Çapa verəcəm. Все. Başa düşdü. Yəni, hə deyəndə mən dövrdən çıxacağım. Gələcəm bunu həll edəcəm. Amma nə qədər yox deyirəm, bu son şərtdə dövrdə belə idi. İstəyirsiniz köçürdün və yaxud da bu şəkildə. Başa düşdük uşaqlar. Bəli. Kimdəsə problem varsa desin.
Aha, evet. Heç kimdə problem yoxdur. İndi buranı pozu modifikasiyalayaq. Modifikasiyalıda isə altıbucaqlı fiqurdan istifadə edəcəyik. Altıbucaqlı fiqur bax, bu şəkildə olacaq. Belə, bu şəkildə. Burada i məsəl üçün bərabərdir 2, 5. Yəni burada i-nin aldığı qiymətdə i bərabərdir 2-dən başlayacaq. Həmişə burada görünməz, əgər bu 2 dənəlik verirsə, görünməz 1 olur. Yəni bir addımdandır. Çünki bu başlanğıcdır, baş yazıram. Bu sonuncu həddimi bildirir. Bu da addımı bildirir. Yaxşımı? Bu şəkildə. i 2, 3, 4, 5. Bu qiymətlər olacaq. Məsələn, indi birini də verim. Bundan. Deyəm, i bərabərdir 1-dən 6-ya kimi. Onda i hansı qiymətlər alacaq? 1-dən 6-ya kimi olanlar. Hə, 1-dən 6-ya kimi i bərabərdir 1, 2, 3, 4, 5, 6. Bu rəqəmləri götürəcək. İndi məsələn, birini də verək, addımla vereyim bunu. Məsələn, deyirəm ki, i bərabərdir 2-dən başlasın. Onda dayansın. 2 addımdır. Onda i nəyə bərabər olacaq? 2, 4, 6, 8 gəlir. Hə, 2, 4, 6, 8 və 10. Yəni, bu şəkildə 2 addımdan gedəcəm. İndi bir dənə başlayaq misallarına. Deyirəm ki, s bərabərdir 0 olsun. Bax, böyle. Və burada belə bir blok çəkirəm. Bu altı bucaqlanır. i də bərabərdir 2-ni götürək, 10-u götürək, bir də 2 addımdan gedək. Deyirəm ki, s bərabərdir s plus i. S bərabərdir. Sonra buradan dövrə qaydaq. Dövrdən də bura. Dövr bitdikdən sonra. Bax, bu dövr davam eləyəcək. Bütün eyni rəqəmləri bitənə kimi bu davam eləyəcək. Dövr bitəndən sonra, heç bir rəqəmim qalmayandan sonra bura gəlib çıxacam, mən gedəcəm. Əvvəlcə i-nin aldığı qiymətlər yazıram. i bərabərdir, neçə aldı? 2-ni, 4-ü, 6-nı, 8-i və 10-u. Burada da i yazıram bərabərdir 2. Birinci dövründə 2-nin birinci rəqəmi. Bunun i-nin birinci rəqəmi. 2-ni götürürəm, girirəm dövrə. Onda deyirəm s bərabərdir burada. Bu 0-dır. Bu da nə oldu? 2. Onda bunları cəmləyirəm də. 0 plus 2. Bu da bərabər edir 2. Aha. Bu dövr bitdimi? Bax, burada qutardı da. Qutarandan sonra cavabı aldım 2-ni. Gedirəm yenə dövrə girirəm təzədən. İkinci dövrə. İkinci dövrdə də i bərabər olacaq 4-ə. Bunu götürəcək ikinci dəfə. S bərabərdir. S-in qiyməti axırıncı nə olmuşdu? 2 plus 4 bərabərdir 6. Aha, bu dövrdə bitdi. Keçirəm 3-cü dövrə. Yenə dövrə girirəm. i bərabərdir 6 olduqda S-in axırıncı qiyməti nə idi? Elə 6 olur. 6 plus 6 bərabərdir 12-yə. Bu zaman indi neçənci? 4-cü dövrə girirəm. i bərabərdir 8-dir. Yazıram s bərabərdir. Axırıncı nə alıb? 12. 12 plus 8 bərabərdir 20-yə. Daha sonra da 5-ci dövrə girirəm. 5-ci dövrdə də i-nin qiyməti nədir? 10. i bərabərdir 10. Deyirəm ki, s bərabərdir. S axırıncı hansı qiyməti alıb? 20-ni. 20 plus 10 cavab da 30-a bərabər olmuş olacaq. Aha, mənim 10 qiymətimi aldım son. Bu sonuncu qiymətdir.
Sonuncu qiymətimi istifadə elədim. Vəsə, dövrüm qurtardı. Gəlirəm, çıxıram çölə. Mənə alqoritm atır çölə ki, çıx get dayı. Rəqəm qurtardı, sənin də işin bitdi. Get 30-u çapadır. Qurtardı. Yaxşımı? Başa düşdük. İndi belə... Məndə. Aha, sual var. Dərsin izahı bu qədər idi. İndi misallara keçirik. Yəni bunların üzərində misallar həll edək. Bir dənə də amma bir şey deyim. Testlərdə buna rast gələcəksiniz. Mod, bax bunu qeyd edin. Mod qələm nazik almışdım. Mod. Uşaqlar, mod bu deməkdir. Qalğı tapır. Məsəl üçün belə şəkildə verəcək. A bölünsün 10-a. Bu mod deməkdir. Yəni, məsəl üçün, A 15-dirsə, 15-i böləcəm 10-a, cavab nə eləyir? 1, qalıq da neçədir? 5. Düzdürmü? Bunu yəni bilirik də. Bu 1-ə atacam, qalığı götürəcəm cavab kimi. Deyəcəm ki, onu 5-ə böləndə cavab 5 eləyir. Qalığı götürəcəm. Yerdə nə qalır? Qalığı tapır bu. Belə deyək. İbtidai sinifdə keçmişdik, aşağı siniflərdə qalığı tapırdıq, yazırdıq. Bir də var div. Div funksiyası. Div deyək. Bu da bu şəkildə yazılır. Məsələn, deyirəm A bölünsün 10-a. Məsələn, A-ya 20 verdim və yaxud da 25 verək. 25-i 10-a böləndə deyirəm 2 tam hissəsi. Qalıq da ki 5-dir də. 2 tamamında indi 5 bu şəkildə yazın. Amma ki bunu mən sizə verəndə testdə 2-ni 25-i 10-a böləcəksiniz. Deyəcəksiniz cavab 2-dir. Tam hissəsini götürür. Qalığı atır gedir. Başa düşdük? Bunu dəftərə qeyd kimi yazın. Oldu. İndi başlayıram. Buna aiddir bir dənə misal vereyim. Onu siz eləyəsiniz. Deyirəm ki, A bərabərdir 243. Daha sonra S bərabərdir 0 olduqda şərt verirəm. Bu ön şərtdə oldu, yoxsa son şərtli? Son şərt. Niyə? Son şərt. Axırıncı olaraq şərt qoyduq deyə olmadı. Hə, axırıncı qoymamış. Ön şərt olur məndə. Hə, ön şərt oldu. Dedim, mən bunu indi başa salmışam. Niyə bu qədər yanlış cavab verdi? Şərt öndədir də, hələ hesablama da bu verilənlərdir. Yəni ədədlərin qiyməti də onları verilənlər hələ. Daha sonra yazıram, bu şəkildə yazaq. A bərabərdir A deyil 10-a. Sonda biraz daha bitirim bunu. S bərabərdir. S verilsin 10-a plus K-ya. Burada hə deyəndə mən dövrə girəcəm. Yox deyəndə çıxıb gedib S-i çap elə deyirəm. Həll edeyim. Üç. Axırda S-i çap eləmişsiniz yoxsa? Hə, axırda S-i çap eləmişim. 3 deyil, S-dir.
3 almırıq. Leyla sen elə bildin ki orada S var. 3'dür. Olsa cevap ne olsa da gəlib 3'ü çap edəcəm, elə mi? Leyla yox, Zəhra. Zəhranın səsi idi elə bilirəm. Bəli, Hə. Sən elə bildin ki onsuz da çapda 3'dür da. bəli. Misalın həllinin önəmi yoxdur. Var əslində, yəni orada səliqəsiz yazmışdım. Nəsə qəliz oldu elə bil. Birazca situasiya məsələlərinə, misallarına gedir çıxar bu ara. Başlayıram əldə eləmeye. Deməli, A nədir? A bərabərdir 243. Gələm yoxlayıram. 243 böyükdürmü sıfırdan? Hə dedim. Hə dedimsə düşürəm bura. Bura düşəndə deyir K bərabərdir. A-nın qiyməti nədir? 243. Mod nə idi? Gedirəm baxıram. Qalığı tapır. Mod. Qalığı tapıram 10-a. Bunun qalığı nə olacaq? 3. Düzdürmü? 3'ü tapdım. Deyirəm ki, indi ikinci aşamaya. Bunu həll elədim. Keçirəm indi buna. A bərabərdə A-nın qiymətini 243 idi. Yazıram. Div nə idi? Divdə tam hissəsini tapırdıq. Bu şəkildə yazılır. Bu şəkildə yazdım. Tam hissə 10-a böləndə nə eləyir? 24. 243-ün 10-a bölünməsinin tam hissəsi nə eləyir? Bunu da tapdım. S bərabərdir. Deyir 0. S'in qiyməti. S nə idi? Yuxarıda 0. Vırılsın 10-a. Üstünə gəl K. K-nın qiyməti nədir burada? 3. Üzərinə gəldim 3. Cavab nə elədi? 3. Getirəm ikinci dövrümə. A bərabərdir. A nə qaldı burada? 24. 24'ü yazıram. 20 və deyirəm. 24 böyükdürmü sıfırdan? Hə deyirəm, keçirəm. 24'ün 10'a bölünməsindən qalığı nə olacaq? 4. Deyirəm ki, A bərabərdir 24'ü bölək 10'a. Tam hissəsi nə olacaq onda? 2. Və S bərabərdir. S nə idi? 3'ü vuraq 10'a, üzərinə gələk 4'ü. O da nə eləyəcək? 34. Getirəm. A nə qaldı? 2. 2. A bərabərdir 2 daha doğrusu. 2 böyükdürmü sıfırdan? Hə dedim. K bərabərdir. A nədir? 2 ona bölünəndə tam hissə. Uşaqlar bu belə olanda zaten qalıq 2'dir də burada. Yəni belə özündən kiçik ədəd qalanda qalıq həmin ədədə bərabər olur. Bunda bir qayda kimi yadda saxlayaq. 2 A da bərabərdir 2'nin 10'a bölünməsindən qalıq yoxdur. Tam hissə yoxdur. 0'a bərabərdir. Yəni özündən bərabər tam hissə yoxdur da. Yəni cavab nə eləyəcək? Belə düşünək də. Burada 2'ni 10'a böləndə nə alıram mən normalda? 0,2 alıram. Tam hissə nədir? 0. Qalıq hissəm nədir? 2. Düzdürmü? Bundan qaynaqlandı bu məsələ. S də bərabərdir. Nə deyir? 34 vurulsun 10'a. Axırıncı A-nın qiyməti nə? K-nın qiyməti nədir? 2. Üzərinə gələk 2. O da elədi 3, 4, 2. 342. Axırıncı A'yı aldım 0 deyirəm böyükdürmü 0'dan? Deyirəm yox. Aha yox dedim mi burada? Gəldi bu mənə atdı çölə. S-in qiymətini çap elə deyirəm. 342. Deməli uşaqlar 243 ilə daxil oldum, 342 ilə çıxdım. Bu proqram neynədir? Hə? Tərsinə yaz. Bəli, ədədi tərsinə yazan proqram. Sual var, yoxsa? Gəlin birini də vereyim, bunu da siz həll edin. Siz həll edin. 243 ilə 342 arasında 243 nə qədər? 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 243 ilə 342 arasında 243
Uşaqlar, başa düşməyən varsa təzədən izah gedək. Və yaxud da bu misalın üzərində eləyək yenidən. Deyirəm ki, bu səfər belə yazaq. Başqa cür yazacağım bu səfər. A bərabərdir. Yenə deyirəm 243-ə bərabərdir. Şəklində yazdım. S bərabərdir 0-a. Daha sonra şərt verirəm burada. A böyükdür 0. Əgərlərin hər desəm, deyirəm ki, K bərabərdir. A bölünsün. Bu səfər qodla dibinə yazmadım. Bu şəkildə yazdım ki, daha rahat olsun. Bir dənə də hesablama qoyum. A bərabərdir. A bölünsün 10-a. Bunu istəyirəm tam başa düşək. Bu şəkildə. Daha sonra da birini də qoyaq. S bərabərdir. S plus K. Aha. Burada bitiririm. Zaten yerine çatmadı. Burada bitiririm. Dövrə qaytarıram bunu. Və sonda deyirəm dövr bitəndə də sıx dövrdən gedəsi çapılır. Həminki qayda ilə. Bu həll edeyim. Siz həll edene qədər mən də kənarda birində yazım. Səkkiz. Yox, 8 hesablama səhv eləmişsən. Harada səhv eləmişsən? Nə oldu? Heç kim tapa bilmədi cavabı. Həll edirəm. A bərabərdir 243-ə. Müqayisə edirəm. 243 böyükdürmü? Sıfırdan. Başa düşməyənlər desin ki, başa düşmədim. Həll edə bilmədim. K bərabərdir. Birinci dövrümdür. K bərabərdir. A-nın qiyməti nədir? 243. Gətirəm 243-ü yerinə qoyuram. 243-ü bu qalğın tapanda ona bölünməsinə nə eləyir normalda böləndə? 24,3 eləyirdi uşaqlar. Deyirəm ki, mənə bu 24 lazımdır. Mənə qalıq lazımdır. Onda cavab nə olacaq? 3 olacaq təbii ki. Düzdürmü? Buna başa düşməyən var. Cavab oldu 3. Daha sonra deyirəm A bərabərdir. 243-ün 10-a bölünməsindən tam hissəsi. Olacaq 24-dən yenə 3. Bu səfər deyəcəm mənə 3 lazım deyil. 24-ü götür. Tam hissəsini istəyirəm sizdən.
Birində qalığı istəyirəm, birində də tam hissəsini istəyirəm. Aha. Keçirəm, deyir hesablamam nədir? S bərabərdir S plus K. S bərabərdir. S-in qiyməti nədir burada? 0. 0 üzərinə nə? K-nı gəl. Plus 3. Aha. S də bərabər oldu 3-ə. Keçirəm bu səfər ikinci dövrümə. Çünki gəldim misalı həll elədim. Bax, çıxmağa heç bir qol, qanad yoxdur da uşaqlar buradan. Buna görə təzədən mən qayıdıram buradan. Dövrə girirəm. Dövrə girəndə A bu səfər nəyə bərabər oldu? Baxın, 24-ə bərabər oldu. A bərabərdir 24 yazıram. Deyirəm, 24 böyükdürmü 0-dan? Hə, deyəcəm. Onda deyirəm, K bərabərdir 24-ün 10-a bölünməsindən mənə qalığı tap. Neçə eləyir, uşaqlar? 2,4 eləyir. Mənə 2 lazımdır, qalıq lazımdır. Deyirəm 4. A-da bərabərdir. A neçə aldıq? 24-ün 10-a bölünməsindən tam hissəsini istəyirəm. Bu yenə 2,4 eləyir. Mənə 2, 4 lazım deyil bu səfər. 2 lazımdır. Onda cavab elədik 2. Cavab 8-dir. Mən 9 almışdım axırıncı dəfə burada. 9. Mən də birinci səfər hesabladım. Hə, siz hardasa hesablamada yanlış getmisiniz, ona görə. Bu səfər axırıncı S-in qiyməti nədir? 3. 3-ü gətirib qoyuram bura. A, sonra deyir üzərinə nə gəl? K-nı. K nədir? Düstur qoyasıq. Yəni S plus K-dır. S 0-dır axırıncı. K-dır nədir? 4. Üzərinə gələm 4. Neçə elədi? 7. Baxın, görün, harda eləmişsiniz uşaqlar səhvə. Aşağı çəkirəm. Cəmi 3 dənə dövr gedir elə bilməm bu misalda. A axırıncı hansı qiymət aldı? 2-ni. A bərabərdir 2. 2 böyükdürmü 0-dan? Hə deyirəm, düşürəm dövrə. K bərabərdir. Deyir A-nı böl 10-a, mənə qalığı ver. O da nədir? Yəni 2-ni 10-a böləndə 0,2 eləyir. Qalıq da yəni bunu götürürəm də. Sonra deyir ki, A bərabərdir 2-nin 10-a bölünməsindən tam hissəsini istəyirəm. O da 0-dır da. Yoxdur, 0,2-də 0 eləyir də. Mənə qalıq lazımdır. Bu səfər 0 götürürəm. O da S bərabərdir. Axırıncı S-in qiyməti nə idi? 7. 7-nin üzərinə gələm axırıncı K-nın qiyməti. Baxın, düsturdur. Plus nə? 3. 3 deyil, bu 2-dir. Buradan xətt çəkdim. 2. 2. O da elədir 9. Sonra gedirəm, yenə yoxlayıram. Axırıncı anı nə almışam? 0 deyirəm. 0 böyükdürmü 0-dan? Yox deyirəm. Yox dedimmi? 0 böyükdürsə. Yox dedim. Məni dövrdən atır çölə. S-i çap edim. S-də 9. Yenə problem var uşaqlar. Leyla, başa düşürsən? Bəli, müəllimə. Bu Hə. hissələr keçəni də keçib deyə müəllimə. Yəni yaxşı başa düşürəm müəllimə. Hə, Xədicə. Aha, Hüseyn sən. Müəllim, başa düşürəm. Mətin sən. Başa düşdüm. Hamı başa düşdü. Aytən də ki, ümid edirəm başa düşəcək. Zəhra da öz yerində başa düşür. Aha. İndi bunu eləyim. Hər hansı bir hissəsini başa düşmüşsünüzsə, deyin. Düzəldim, burada nəsə qaralamışam. Bu fərq oldu. Ona kimi qəşəng birini də yazın. Siz bu həll edəyənə kimi. On beş. Hə, 15-dir cavab. Hə, bir də bunların şəklini atacaqsınız mənə. Həlləri, dəftərdə.
Başlayayım həllinə uşaqlar. Başlayırıq. Cavabı səhv tapmışam, 7 tapım. Kimdə o 7 tapar? Mətin. Bəli, bəli. Yazıram bax. Bax, diqqətlə bax. Burada nədir? 0-dır. Bu da 5-dir. Müqayisə edirəm 0-la 5-i. Burada nə olacaq? Hə. 0 5-dən kiçikdirmi? Hə dedim. Düşürəm dövrə. N nədir? N bərabərdir 0. N-in qiyməti nədir yuxarıda? 0. Plus. Yəni, yəqin ki, qiymətləri yerinə qoymağı bilirik də. Normal şəkildə. S bərabərdir 0 plus 1. Belədir. Bərabərdir 1-ə. İkinci dövrəmə. Olaraq görmüşəm, 1 olaraq yox, ona görə səhv gedir. Bunu 7 olaraq görmüsən. Bəli. Başqa kim nə cavab aldı? N bərabərdir 1 plus 1. Hüseyin, səndən cavab gəlmir. S də bərabərdir 1 plus 2 bərabərdir 3-ə. Yerinə qoyub qiymətləri hesablayın. Üçüncü dövrümə gedirəm. 2 böyükdürmü 5-dən? N-in qiyməti. O da deyirəm, hə, N bərabərdir 2 plus 1 bərabərdir 3-ə. S də bərabərdir 3 plus 3-ə bərabərdir 6-ya. Dördüncü dövrümə keçirəm. Dördüncü dövrdə də deyirəm 3 böyükdürmü 5-dən, kiçikdirmi 5-dən? Hə, deyirəm. Deyirəm ki, onda N bərabərdir 3 plus 1 bərabərdir 4-ə. S bərabərdir 6 plus 4 bərabərdir 10. Burada da 5, 5-ci dövr. M 4 böyük kiçikdirmi 5-dən? Deyirəm, hə, düşürəm aşağı. N bərabərdir 4 plus 1 bərabərdir 5-ə. S bərabərdir 10 plus 5 bərabərdir 15-ə. Yenə 6-cı dövrümə gedirəm. Deyirəm 5 kiçikdirmi 5-dən? Deyirəm yox. Onda yox dedimsə, gedib S-i çapa verirəm. S də nədir? 15-ə bərabərdir. Yaxşı. Bu S-də nəyləri cəmlədim mən? Belə baxanda. Hə? İndi dövrü olaraq hamısını arasında. Dövr olaraq yazanda S plus 1, plus 2, plus 3, plus 4, plus 5, plus 6. 6 yazmadım axı biz. 6 olmadı. 6 olmadı. Burada nə oldu? 1-dən 5-ə qədər ədədlərin cəmi. Düzdürmü? Yəni 1-dən n-ə kimi. Məsələn, uşaqlar, bunu dəyişib. Bu bərabərliyi, bunu, bu şərti belə yazsam. Məsələn, n böyük, kiçik bərabərdir 5-də. Onda axırıncı nə olacaqdı? Məsələn, belə olsaydı. Burada. 5 kiçikdirmi 5-dən deyəcəm. Nə olacaq orada? Burada bir Hə olaraq gedəcəkdik də. hə, bir dəfə də onda yenə hə deyəcəkdim. Yəni yox deməyəcəkdim. Hə deyəcəkdim. Düşəcəkdim yenə dövrə. N bərabər n axırıncı 5 almışam. Plus 1 bərabərdir 6-ya. S də bərabərdir 15 plus 6 eləyəcək 21. Keçəcəm yenə 5 ilə 6-nı müqayisə eləyəcəm. Yox deyəcəm, çıxacam dövrdə. Burada nəyi həll edim? N-dən hara kimi? 1-dən 6-ya kimi. Amma onda nə olacaq? Məsələn, əslində burada n-i verməmişəm tam olaraq. Onu bu tərəfdə soruşacağım qiymət verəndə. Elə daha yaxşı olar. N plus 1-ləri demək istədim, amma misal düz gəlmədi onun. İndi bunu həll edeyim.
Bu bayaqdır yoxsa bayaq kim çap edirdi? Yəni görürsən. Yox, yox, başqadır. Başqa şey. Bu nə eləyim? Bu birini də yazam. Bunu yazın, bunu da yazarsınız. Herhalde. Hı? Cevabı. Yok, onu eləmir. Bunun cevabı onu eləmir. Diqqətlə bax. Zəhra, tələsirsən. Alan olduğu cevabı. Ayten neçə almısan? Yaz. 10'du. 5 almışam. 5'i çap eləyiriksə 10 alınır məndə. Ha, en 5 alır ama S 10'du. Bəli, məndə də. 1 üstə 2, 3, hə 6 ya da 4, hə 10 eləyir. 10 eləyir. İndi topladım mən sizə. S yazmamışam. Elə eni. 10 alanlar düz alıb uşaqlar üzr istəyirəm. 10 da cavab. S'in cavabı 10'dur. Mən enin cavabını hesablamışam elə. Bunun da cavabı 5'dir. Gedim dövrü. Sıfır böyükdür mü? Kiçikdir mi 5'dən? Hə deyirəm, girirəm dövrə. S bərabərdir 0 plus 0 bərabərdir 0'a. N bərabərdir 0 plus 1 bərabərdir 1'ə. İkinci dövrümə girirəm. 1 böyük, kiçikdir mi? 5'dən. Hə dedim, düşürəm dövrə. S bərabərdir 0 plus 1 bərabərdir 1'ə. Daha doğrusu sonra n bərabərdir plus 1 bərabərdir 2'yə. Yəni gəldim buranı da həll etdim. Bunu yoxladım şərti. Gəldim buranı həll elədim. Bunu həll elədim. Baxın bu tərəfə heç bir çıxış yolu yoxdur. Yenə təkrar edirəm. Qayıdıram dövrə. Dövrə qayıdıram. Bu ücə 3-cü dövrümdür. 3-cü dövrümdə 2 5, 2 böyük kiçikdir mi 5'dən? Hə deyirəm, düşürəm aşağı. S bərabərdir 1 plus 2 bərabərdir 3'ə bu şəkildə. N də bərabərdir 2 plus 1 bərabərdir 3'ə. Dördüncü dövrümə keçirəm. Dördüncü dövrümdə 3 kiçikdirmi 5'dən? Hə dedim. Bu səfər də 1 plus 2 plus 3'ü toplayıram. N də bərabərdir 3 plus 1'i bərabərdir 4'ü. Bunu elə bir açıq şəkildə yazmışam. 5-ci dövrümə keçəndə 4 kiçikdirmi 5'dən? Hə deyirəm. S bərabərdir 1 plus 2 plus 3 plus 4. N də bərabərdir 4 plus 1 bərabərdir 5'ə. Deyirəm 5 kiçikdirmi?
6-cı dövrümdür bu. 5 kiçikdirmi 5-dən? Yox deyirəm. S-i çapa verirəm. S də bərabərdir. Nəyə? 10-a. Uşaqlar, burada nə baş verdi? N-ə 5 vermişdim də, N 5 olmalıydı axırınca. Amma mən hara kimi topladım? 4-ə kimi. Onda bu eli N minusa qədər, yəni 1-dən 4-ə qədər ədədlərin cəmi olacaq. Onda N minus 1. Uşaqlar, bax belə bir qayda var. Sənə məsəl üçün burada N-i yoxlamalısan 5-lə. Düzdürmü? Gəlirsən 6-nı da toplayırsansa S-də. Onda bu olacaq N plus 1. Yox, elə 5 veribsə, 5-ə kimi gedirsənsə, N-i 5 verib, 5-lə yoxlayıb 5-ə kimi gedirsənsə, onda deyirsən N-inci elə normal. Amma 5 veribsə 4-ə kimi toplayırsan, burada olduğu kimi. Onu deyirsən N minus 1. Yəni 1-dən 4-ə qədər ədədlərin cəmi. Yaxşımı? Yəni testlərdə bu düşəcək ki, bu proqram nə görür, nə iş görür. İndi bir dənə bu misalda axırıncını da həll eləyək. Görək, yenisi varsa amma yazacağam. Buna. Həll edin. En böyüdür neçədir? En böyükdür S-dir bu. Biraz sıxdım, balacalaşdırdım. En böyükdür S. Özünüzdən ixtiyari ədədlər verin və bunun nə olduğunu, neynədiyini bilmək istəyirəm. İstəyirsinizsə mən eləyim. Mən eləyirəm elə. Yazıram. 0, N 0'dır, S də 0'dır. Peki burada proqramda S-ə 0 verirəm uşaqlar. Amma mən sonra proqramdan programaya atıram. Yox deyirəm, atıram sonra. Onda mən niyə S-ə 0 niyə belə yazım? Yox, bu 5 deyəm. Uşaqlar, bu 5 yazmalıyım. S vermişəm. Ya burada S-ə 5 verməliyim. O da düz gəlməyəcək. Ona görə belə yazdım. Zəhra soruşdu. Mən nəsə səhv elədim. Burada. Deməli, birinci məsələn deyir ki, baş şərtimi yoxlayıram. Hə dedim. Hə deyirəm, gələn bura. Hə qoluna, bu yox qolundur. Uşaqlar, ixtiyari məsəl üçün x-a nə verək? Tutalım, verdim 20. Özümdən verirəm ha, ədədi. Mənə burada heç bir ədəd verilmir. Nə də sizdə şərtdə də verilməyəcək. Verdim 20-ni. Nə deyir burada? N-i topla. N bərabərdir. N-in qiyməti nədir? 0. 0 plus 1. Bu zaten oldu. 1-ə bərabər. S nədir? S-in də 0 idi. 0'ın der üstünə gəl x-a. X-a da nə verdim mən? İxtiyari bir ədəd verdim də özündən. Plus 20. S də oldu 20. Daha sonra yenə gedirəm, yoxlayıram ikinci dövrdə. N-in bu səfər nə oldu? 1, kiçikdirmi 5-dən? Hə, deyirəm. Keçirəm. Məsələn, bu səfərdə x-a nə verək? Məsələn, tutalım. Hər hansı bir mənfi 5 verirəm. N bərabərdir 1 plus 1 bərabərdir 2-yə. S də bərabərdir. S axırıncı 20 olmuşdu. Plus minus 5. O da elədir 15-in bərabər oldu. Aha. Daha sonra keçirəm bu bir hissəyə. Belki bunu açıq yazaq. Hələ bu bərabər yazmasaq da olur. Açıq qalsın, görək proqram nə iş görür. Sonra 2 almışam. 2 kiçikdirmi 5-dən deyirəm. N hə dedim, düşdüm aşağı. 2 üzərinə gəl 1, elədi 3. S də bərabərdir. İndi ixtiyarı yenə buna bir ədəd verək də. Məsələn, verirəm hər hansı bir ədəd 100'ü deyirəm. Onda belə olur bu. 20 plus mənfi 5 plus 100 yazıram. Açıq şəkildə saxlayacağım.
N nə oldu axırıncı? 3. 3 kiçikdirmi 5-dən? Yenə hə deyirəm, düşürəm aşağı. N bərabərdir 3 plus 1 bərabərdir 4-ə. S də bərabərdir. Bu səfər də nə verək? Hər hansısa bir ədəd verək. Məsələn, 0 deyirəm. Bu səfər də x-ə 0 verirəm. İxtiyarı özümlə. 5 dənə dövrdə, hər dövrdə də ixtiyarı özümdən ədəd verəcəm. 20 plus -5 plus 100 plus məsələn 0. Saxladım belə, keçirəm digər dövrə. 4 kiçikdirmi 5-dən? Hə deyirəm. Hə deyəndə n bərabərdir 4 plus 1 bərabərdir 5-ə. S-ə də bu səfər də x-ə məsələn deyək ki, verirəm 200. Hər hansı bir ixtiyarlı da özündən qiymət verirəm. Bu səfər də yazıram plus 5 -5 vermişdir. Plus 100 plus 0 plus 200. Axırıncı n-in qiyməti nə olur? 5 deyirəm, kiçikdirmi 5-dən? Yox deyirəm, dövrdən çıxıram, gedirəm x-i çapa verirəm. Bəs bu proqram nə iş gördü? Verilən ədədləri topladı da. İxtiyari verilən ədədləri topladı. Yəni, mən özümdən verdim. Yəni, bu artıq proqram qurmaya keçir də, yəni, belə başa düşdük. Yəni, sən özündən yazacaqsan, o ədədləri toplayacaq, proqram, alqoritm qurursan. Amma indi mən burada bu S-i tapdıq da, axırda deyirəm ki, S-i çap elə, düzdürmü? Bunları toplayacaqsan, çapa verəcəksən. N-in də ev neçə dövr getdi? 5 dənə də, 5 dənə də sən ədəd daxil elədə. İndi məsələn, bu çap yerinə belə yazsam nə olacaq? Tutalım, belə yazdım. Onda nə demək istəyirəm? Bu proqram nəyə çevrilir? Ədəd orta. Ədədi ortanı, bəli. Uşaqlar, ədədi orta necə tapılır? Ədədləri toplayıram, bölürəm sayın. Bəli, burada neçə ədəd var? 1, 2, 3, 4, 5. N də nədir? 5-dir də zaten. Heç nə, bunları toplayacağım, böləcəm 5-ə. O da olacaq ədədi ortanın tapılması alqoritmi. Başa düşdük. Problem var mı? Uşaqlar, vaxtınız varsa dərsə artırım, yəni yarım saatda əlavə keçək. Yoxsa? Hamının vaxtı var. Onda yazıram. Uşaqlar, indi belə bir şey qayda yazdırım sizə. Bunu da keçeyim. X hər hansısa bir ədəd. Əgər mən bu qalığı tapmaq idi, düzdürmü? Əgər mən 2-yə bölürəmsə, mən bu şəkildə istəyirəmsə, bu cüt ədədləri istəyirəm sizdən deməkdir. Cüt ədədlər. Məsələn, götürürəm 8-i. Böləndə 2-yə, qalıq nəyə bərabərdir? Mətin, bir dənə bunu deyin. 8-i 2-yə bəndə qalıb 0 olur. 0. Cüt ədədləri mən 2-yə böləndə qalıq 0. Ona görə bu cütlük əlaməti deyirəm. Yaxşımı? Məsələn, x bölünsün, bu səfər də belə deyirəm. 2-yə bərabər olsun 1-ə. Bu da tək ədədlər. Tək ədədlər deməkdir. Yəni, məsələn, götürək 5-i bölülən 2-yə. Cavab nə olacaq? Qalıq 1-ə bərabərdir. Tək ədədir. Hansı tək ədədir? Mən 2-yə bölsün 1. Bu da təkliyin, necə deyərlər, düsturu, yazılışı, yəni tək ədədləri axtaranda bu şəkildə axtarmış oluruq. Aha, bunu da yəqin biləcəksiniz. Bir dənə də bunu deyək. Məsələn, testlərdə belə bir şey görəcəksiniz. Sonra, yəni bunu qabaqcadan deyim ki, sonra gəlib deməyin ki, müəllimə, bunu həll edə bilmirdim. Bunu qayda olaraq bunu dəftərə yazın. Məsələn, deyirəm, i bərabərdir 2 olduq da. Yenə bu tərəfə belə bir şey çəkirəm bundan. J bərabərdir 3 olduq da. A, I, J plus B, I, J. Deyir ki, verilmiş hesablamada uşaqlar dövrlərin sayını tapın. Burada 5 yazaq.
Bax, bunu verəcək. Deyəcək ki, dövrlərin sayını tap. Onda nə edəcəksən? Yuxarıdakı ədəddən aşağıdakı ədədi çıxacaqsan, üzərinə 1 gələcəksən. Bax, belə olacaq. 7 çıxaq 2, vurul, üzərinə gələk 1, mötərizədə. Vurulsun, indi buna. 5 çıxaq 3, üzərinə gələn 1-i. O da nə eləyir? 6 vurulsun 3 bərabərdə 18-ə. Çox sadə bir misal oldu. Daha sonra bir də belə verəcək. Bunu da göstərim. Çaşmayın yenə. I bərabərdir yenə 2. Burada 7 yazın. 7-dir bu. Yenə birində çəkin. Burada 5. Y bərabərdir 3 olduqda. Bir dənə də belə çəkəcək. I hərfi. I. 6 olacaq burada. Burada da məsələn K bərabərdir 2 yazacaq. Onda I plus J plus 5. Bura baxmırıq. Bu hesablama heç mən işlətmədim ki, lazım deyil bunu. Bunun bir dənə qaydası var. 7-dən çıxacaqsan 2-ni, yuxarıdakindən aşağıdakı ədədi çıxacaqsan, üstünə 1 gələcəksən. Vuracaqsan buna. 5 çıxaq 3, üzərinə gələcəm 1-i. Yenə bunu da eyni qayda ilə. 6 çıxaq 2 plus 1. Siyah. Bunu da hesablayacaqsan. Bu nə eləyir? 6, 5, 7-dən 2, 5, üzərinə bir 6. Vurulsun. Burada nə eləyəcək? 2, o da plus 1, 3. Və vurulsun neçəyə? 6, bu elə 4, üstünə bir də 5. Bu da bərabərdir 90-a. Cavabdır. 90 dövr gedir burada. Başa düşdük bunu? Sualı olan var. Hə, uşaqlar? Dərsimiz bu qədər, uşaqlar. Testləri eləyərsiniz. İndi yazacağım qruplara ki, hansı testlər lazımdır. Onları eləyərsiniz. Gələn dərs 3-cü günü inşallah saat 19:00-da test günü eləyərik. Testlərə baxarıq. Əlavə vaxt elə ki, açın, dərsi tez keçək. Yaxşımı? Oldu, sağ olun. Gedəsən. Al.